Yeni məhsullar almışam, həm də tətildəyəm. Gəlin bunlardan makyaj eləyək. Çöldə günəş yoxdur, amma Biodermanın bu günəş kremini həm nəmləndirici olaraq, həm günəş kremi olaraq, həm də makyajımın bazası olaraq istifadə edəcəm. Sabitləyicimi itirmişəm, ona görə sadəcə qaşlarımı daraya bilirəm hal-hazırda. Əlimdə 2 dənə BB krem var. Biri Lux Visajındır, biri də Physics formulandır. Yoxlayaq görək hansını istifadə edəyək. Lux Visajı yoxlamaq istəyirəm. Yüngül tekstur oldu. Örtücülüyü orta aşağı, amma çox qəşəng elədi üzümü. Mənə də tam olaraq belə bir BB krem lazım idi. Çox örtücülüyü olmayan, parıldadan və renk tonunu bərabərləşdirib. Məncə qəşəngdir. Mənim qızım deyəsən böyüyüb. Qəşəng. Saçımı yığdım, gəldim. BB kremin son halı budur. İndi göz makyajına keçirik. Ona kimi mən dodağımızı nəmləndirək. Çünki tətildə olduğum üçün dodağım dəhşətli dərəcədə quruyur. Türkçə demiş, göz pınarlarımıza biraz zər vuraq. Bu Kiko'nun Limited Edition seriyasıdır. Bunu pamadası ilə bir yerdə ayrı bir videoda yoxlayacağıq. Ona görə panorama işlətmək istəyirəm. Effektinə baxaq. Məncə çox qəşəng qaldırdı və tək-tək ayırdı. Bunu tıkladım. Bu arada siz bilirsiniz, maskaranı çıxartdınız. Bunu vurdunuz. Dalbadal nə qədər kipriyə vurursunuz, vurunuz. Bunu bir dəfə buradan çıxartdısa bu bir qat sayılır. İkinci dəfə salıb təzdən vurdusu artıq o ikinci qat sayılır. Yəni istədiyiniz qədər belə vurun, bu bir qat sayılır. İndidən məncə makyaj çox qəşəng hal aldı. Hələ bunun ənliyi, highlighteri və lip kombosu var. Əlimdə Kiko'nun Limited Edition belə bir ənliyi var. Amma bu ənlik effekti vermir sadəcə. Həm də highlighter effekti verdiyi üçün. Və mən Riri bacımızın highlighterını ayrıca istifadə eləmək istədiyim üçün o ənliyi vurmuruq. Bunu işlədirik. Həmin o axtarılan şüşə effekti highlighter bulundu arkadaşlar. Çox qəşəngdir. Çox sevdim bunu. Son olaraq bizdə nə qaldı bilirsiniz? Lip combo. MAC-ın bu dodaq karandaşı ilə dodağımızı çərçivələyirik. Rəngini işlətdiyim bütün məhsulları rəng bölməsində qeyd eləyəcəm. Bunu çox sevirəm. Evdə bu dəqiqə elə qeybətlər gedir ki, video çəkmək böyük riskdir. Necə oldu dodaq karandaşım? Allah. Əslində ağlımda olan lip combo MAC-in dodaq qələmi ilə Vivienne Sabon'un bu pamadası idi. Çox qəşəng gedir. Amma bunu başqa bir videoya saxlayıram və lüks məhsullarla makyaj eləmişiksə bağlanışı Dior'un bu lip glossu ilə eləmək istəyirəm. 029 nömrəsi. Bayılıram bu glosslara. Bunun gözəlliyinə baxın. Çox qəşəngsən sən. Tamam. Bu pamadanı birinci sınamağım idi və çox riskli bir rəng oldu məncə bu makyaj üçün. Nə deyirsiniz, hə? Onu sildim, çünki o bu makyajla heç uyğun deyil deyə düşünürəm. Çünki bu bir növ clean girl makyajı kimi gedir. O çox tünd qaldı. Ona görə elə dediyim lip combo ilə davam. Rabia beynimi qatışdırır. Physics formulanın bu glossunu vurduyur. Amma bunu bilirəm, bunu göstərmək istirdim hamıya. Tamam, bunu yoxlayaq. Çok zərli görünür. Qəşəng oldu. Bunun şişirdici effekti var. Yandırır. Yandırmağa başlayır hafifdən. Gəlin indi makyajımı sarı işıqda yox, normal işıqda baxaq. Sarı işıqda ümumi görüntüsü belədir. İndi gedək normal işıqda baxaq. Makyajımın son halı. Çox qəşəngdir, bayıldım. Özümə sənət əsərimi bayıldım. Bu arada bu saçla elə bir bu makyajla çox qəşəng getdi. Biraz düzəliş eləyib elə günün looku məncə budur. Makyajı bəyəndiniz? Rəylərdə yazın. Mən bəyəndim. Özünüzə yaxşı baxın. Hələlik.